Dəyərli Media Türk TV izləyiciləri, bir vacib və təcili məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. Fransa yenidən Azərbaycana qarşı təxribatçı və düşmən münasibətini ortaya qoymağa başlayıb. Bu dəfə Fransa dövləti və siyasi rəhbərliyi Azərbaycanı hədəf seçməklə nə kimi düşmən mövqeyi və maraqları güdməyə çalışırlar. Bu barədə ən vacib məlumatı və gerçəkliyi sizə çatdırırıq. Fransa dünyada Ermənistanı ən çox dəstəkləyən ölkələrdən biri kimi tanınır. Bu münasibət illərdir müxtəlif siyasi qərarlarda və bəyanatlarda özünü göstərir. Odur ki, iki ölkə daha çox iki bacı kimi tanınmaqdadır. Türkiyə ilə münasibətlərdə tez-tez düşmən mövqe nümayiş etdirən Fransa, Ankaranın müttəfiqlərinə münasibətdə də bəzən elə düşmənçilik yanaşması sərgiləyir. Öz mediasını bu məsələyə maşa edib Fransa yenə də öz çirkin kampaniyasını davam etdirir. Azərbaycan heç vaxt Fransaya qarşı düşmən münasibət nümayiş etdirməyib. Bakı ilə Paris arasında uzun illər diplomatik əlaqələr mövcud olub. Azərbaycan Fransa şirkətlərinin fəaliyyətinə şərait yaradıb. İqtisadi və humanitar əlaqələrin inkişafına hər zaman önəm verilib. Buna baxmayaraq, son illərdə Fransadan gələn bəzi siyasi və informasiya hücumları diqqətdən yayınmır. Yumuşaq desək, Fransa bütün bunlara düşmənçilik qarşılığı verir. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa uyğun şəkildə işğaldan azad edib. BMT Təhlükəsizlik Şurasının qətnamələri də həmin torpaqların Azərbaycana məxsus olduğunu təsdiqləyirdi. Lakin Fransadakı bəzi siyasi dairələr bu reallığı qəbul etməkdə çətinlik çəkirlər. Hal-hazırda görüntülərdə də ard-arda sizə təqdim edirik. Fransa rəhbərliyinin son illərdə xüsusilə 44 günlük vətən savaşı başlayar-başlamaz və ondan sonraki mərhələlərdə Azərbaycana qarşı həyata keçirdiyi çirkin fəaliyyətlər təkcə ölkəmizə qarşı deyil, həm də Türkiyə rəhbərliyini, Türkiyədəki xalqı və ümumiyyətlə Türkiyənin dövlətçilik prinsiplərini özünə əsas təhdid kimi görən Fransa PKK-çıların bu cür arxasında olub, PKK üzvlərini dəstəkləyib, onlara orden medallar taxtırıb, keçmiş Qarabağ caniləri və Qarabağdakı separatçı rejimin, separatizmin davam etdirilməsində maraqlı olan Arayik kimi digər ünsürləri, hansı ki indi Bakıda layiqli şəkildə təcridxanada cəzalarını alırlar, onları himayə edib, onların arxasında durub, onlara tribuna verib, informasiya kanallarında, media vasitələrində müxtəlif çıxışlar etməsinə şərait yaradıb. Türkiyədə və onların ən böyük üzləşdiyi problemlərdən biri olan PKK-ya qarşı fərqli vaxtlarda dəstək və onlara himayəçilik edən davranışlarla yadda qalıb. Yəni bu görüntülər hamısı tarixən olmuş proseslərdir və yenidən bu dəfədə Azərbaycana qarşı media vasitəsilə Fransa mediası və Fransadakı siyasi qüvvələrin dəstəyinə arxalanan müxtəlif şəbəkələr ölkəmizi Azərbaycana hədəf almağa çalışırlar. Ətraflı və detallı formada bu məlumatlarla sizi tanış edirik. Son dövrlər, bəli, Fransada Azərbaycana qarşı informasiya kampaniyalarının genişlənməsi diqqət çəkir. Müxtəlif media orqanlarında qərəzli materiallar dərc olunur, faktlar bir tərəfli şəkildə təqdim edilir. Azərbaycan əleyhinə formalaşdırılan təsəvvürlər məqsədli xarakter daşıyır. Hadisələrin mahiyyətindən daha çox siyasi sifarişlər ön plana çıxır. Azərbaycanın medianın inkişafı agentliyi də məhz buna görə hadisələrə bəyanat vermək məcburiyyəti qarşısında qalıb. Fransanın bəzi media orqanlarında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası qətiyyətlə pislənilir. Agentlik bildirib ki, peşəkar jurnalistika prinsipləri qərəzsizlik və faktlara söykənməyi tələb edir. Açıqlamada vurğulanıb ki, ayrı-ayrı hadisələrin manipulyasiya alətinə çevrilməsi media etikasına uyğun deyil. Media qeyd edir ki, ictimai rəyin qəsdən çaşdırılması və Azərbaycana qarşı qərəzli mövqələrin təşviq olunması qəbul olunmazdır. Fransanın bəzi media qurumlarında Azərbaycana qarşı aparılan kampaniyanın təsadüfi olmadığı qənaəti formalaşır. Çünki eyni mövqe müxtəlif platformalarda təkrar olunur. Eyni tezislər fərqli başlıqlarla təqdim edilir. Bu isə koordinasiya olunmuş fəaliyyət təəssüratı yaradır. Azərbaycanı hədəf seçən hər hansı şəxsin və ya qrupun ətrafında süni qəhrəman obrazı yaradılması da müşahidə olunur. Əgər hər hansı şəxs cinayət törədibsə, onun məsuliyyət daşıması hüquqi məsələdir. Cinayət əməlinin siyasiləşdirilməsi isə başqa məqsədlərdən xəbər verir. Hüquq qarşısında cavab verən şəxslərin demokratiya qəhrəmanı kimi təqdim olunması isə ikili standartların göstəricisidir. Bu cür yanaşmalar beynəlxalq hüquq anlayışına da zərbə vurur. Fransa uzun illər insan hüquqları və demokratiya haqqında danışıb, lakin bu prinsiplər seçmə xarakter daşıyanda inandırıcılıq sıfırın altına düşür. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır. Ərazi bütövlüyü prinsipi
istisnasız şəkildə tətbiq edilməlidir. Azərbaycanın suverenliyinə münasibətdə fərqli yanaşmalar isə sual doğurur. Prezident Emmanuel Macronun dövründə Fransa-Azərbaycan münasibətlərində gərginlik daha da artıb. Parisdən gələn bəyanatlar tez-tez bir tərəfli xarakter daşıyıb. Ermənistanın silahlandırılması ilə bağlı qərarlar da narahatlıq doğurub. Regionda sülh prosesinin həssas olduğu bir vaxtda bu addımlar əlavə risklər yaradır. İndi də yenə bir cinayətkardan qəhrəman düzəldilir. Ancaq bütün bu təzyiqlər Azərbaycanın mövqeyini dəyişmir. Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasətini davam etdirir. Dövlət öz milli maraqlarını qorumaqda qətiyyətlidir. Tarixi ədalətin bərpası artıq gerçəklikdir. Bu gerçəklik informasiya kampaniyaları ilə dəyişmir. Reallıq dəyişmədiyi kimi Azərbaycan da öz suveren hüquqlarından geri çəkilmir. Bugün bölgədə yeni bir mərhələ başlayıb, sülh və əməkdaşlıq imkanları yaranıb. Bu imkanların dəyərləndirilməsi region ölkələrinin maraqlarına xidmət edir. Qərəzli yanaşmalar isə yalnız qarşıdurmanı dərinləşdirir. Azərbaycan isə əməkdaşlıq və qarşılıqlı hörmət prinsipini müdafiə edir. Çünki davamlı sülh yalnız beynəlxalq hüquqa və ədalətə əsaslanan münasibətlər üzərində qurulur. Gördüyünüz, təbii ki, təqdim etdiyimiz isə fotolar, kadrlar və bu şəxs üzərində konkret olaraq qurulan planlar, oyunlar, əsas məqsəd şəxslərdən, yəni Azərbaycana qarşı xəyanətkar fəaliyyətlər, belə deyək, məsələsini öz üzərinə götürülmüş o bəzi ünsürlərdən istifadə etmək və onları alət rolunda görüb daha sonra isə istifadə müddəti bitdikdən sonra kənara atmaq Fransa və onun kimi dövlətlərin Azərbaycana qarşı hər zaman tətbiq edə biləcəyi çirkin nümunələrdən biridir. Təəssüflər doğuran məqam odur ki, bəzi dırnaqarası Azərbaycanlılar da bu oyunlara, bu kampaniyalara qurban olurlar və dövlətimizi, xalqımızı, Azərbaycanımızı bu şəkildə hədəf kimi göstərənlərin yanında, onların sırasında yer alırlar. Biz isə gerçəklikləri sizə təqdim edirik ki, Fransanın bizə etdikləri, işğalçıları necə dəstəkləyiblər, separatizmi necə himayə ediblər, Arayiklə görüşlər, məhz Birgit Macronun, Fransa prezidentinin həyat yoldaşının Arayiklə bir araya gəlməsinin fotoları, ardınca isə Fransa prezidentinin öz arvadı tərəfindən təhqir olunması, alçaldılması, şillələnməsi, döyülməsi, yəni bir lider öz imicinə nüfuz gətirəcək, bundan aşağı da hansı hərəkətlərə gedə bilər və onun başına nə kimi olaylar gəlməlidir ki, o ən azı özündə bir dəyişiklik etsin, fərqli nəsə nümunə göstərsin, amma bunu etmirlər. Əksinə, bu problemləri ortadan qaldırmaq əvəzinə öz imicinin günü-gündən aradan belə qalxmasını, sıfıra inməsinin qayğısını çəkmək əvəzinə gəlib Azərbaycanı hədəfə alırlar. Zamanında da bunu ediblər, indi də davam etdirirlər. Üzümüzü Fransaya tuturuq. Orada siyasi əxlaqsızlıq edən mediaya tuturuq. Bu xətt sizə hörmət gətirmir. Dünya əvvəlki dünya deyil. Azərbaycan da əvvəlki Azərbaycan deyil. Özünüzü rəzil edirsiniz. Fransa dünyada erməni sevgisi ilə məşhurdur. Elə sevir ki, adları iki bacı kimi tarixdə yer alır. Fransa dünyada bir də parfümü ilə məşhurdur. Elə qoxur ki, gözəl qız qoxusu verir. Fransa bir də dünyada fransuski davranışlarla məşhurdur. Fransa bir də Türkiyəyə qarşı düşmənçiliyi ilə də tanınır və məşhurdur. Türkiyənin dostu Fransanın düşməni kimi görünür. Azərbaycan Fransaya heç bir pislik etməyib, amma Ermənistan işğalı altında olan Dədəbaba torpaqlarını azad edib deyə Fransa bunu bacısının namusuna toxunulmuş kimi qəbul edir. İndi isə saxta qəhrəman obrazı düzəldir. Cinayətkar bir Azərbaycanda cinayət törədib, qanun qarşısında cavab verirsə, Fransa o cinayətkara özünü dost bilir, Azərbaycanı hədəfləyir. Hansısa qüvvə Azərbaycan xalqını, ərazi bütövlüyünü hədəf göstərirsə, Fransa onu başı üzərinə çıxarır. Fransa bugün dünyada siyasi əxlaqı pozur, etikasızlıq edir. Görün Fransa nə günə qalıb. Əslində öz zəifliyini və rəzilliyini, siyasi əxlaqsızlığını nümayiş etdirir. Təbii ki, Fransanın örnəyində biz bugün bunları görməkdəyik.